İnarsınız bu məbədə mən gələndə, mən balaca, gənc idim. Mən çox özümü pis aparırdım. Həqiqətən mənim keçmişim pis olub. Və bilirsiniz məni nə dəyişdi bu məbəddə? Məhəbbət. Hamı mənə nifrət elirdi. Amma bir nəfər ağsaqqal, o dünyasını dəyişib. O mənim bacam. Həmişə deyirdi ki, işiniz olmasın oğlum. Və yaxınlaşırdı mənə bir sözlə deyirdi. Mən səni çox istəyirəm. Rəbb səni sevir. İnanıram dəyişəcəksən. Və o sözlər mənim həyatımda böyük rol oynadı. Mən həmişə o kişiyə baxanda deyirdim, mən pis ola bu mənə yaxşı sözlər deyir. Addımlarım düz olmayan halda bu mənə başqa cür yaxşı addımlar eləyir. Və o sözlər mənə dəyişdi. İsa Məsihə məhəbbəti oyatdı. Və mən başladım oxumağa, gördüm ki, İsa Məsih məhəbbətdir. Və məhəbbətdə yaşayan Allahda yaşayır. Allahda yaşayan İsa'da yaşayır. Və o İsa'nı, Rəbbimi sevməyə başladım.